Salam dostlar. Bugün sizinle biraz Amerikan səhm bazarı hakkında danışacağım. Ümumiyyətlə, hal-hazırda Amerikan səhm bazarında belə deyək, nəyə yatırım edə bilərik və yaxud da ki, bazarda ümumi vəziyyət nə yerdədir? Bu haqda danışmaq istəyirəm. İlk olaraq dostlar, əgər siz fərqi yoxdur hər hansı bir səhm bazarına yatırım edirsinizsə, belə deyək də top-down düşməlisiniz. İlk öncə həmin ölkənin iqtisadi vəziyyətini analiz etməlisiniz. Ölkədə misal üçün deyək ki, inflyasiya nə yerdədir, əmək bazarının vəziyyəti nə yerdədir, Mərkəzi Bank faiz dərəcəsini artıracaqmı, azaldacaqmı? Bu nüanslara baxmaq lazımdır. İndi Amerika iqtisadiyyatı baxımından yanaşsaq, Amerikada inflyasiya son olaraq 3% ətrafında açıqlandı. Hələ də yəni bir mənada federal ehtiyatların hədəf səviyyəsinə yaxındır və həmçinin federal ehtiyatlar faiz dərəcəsini əslində 2 dəfə aşağı salmış oldu. Bir sentyabrın 17-sində aşağı salmış oldu. Deməli 0,25% aşağı salmış oldu və eyni zamanda son olaraq da keçən həftə faiz dərəcəsini aşağı salmış oldu və 4%-ə, yəni 4,5-dən əslində son 2 ay içərisində 4%-ə endirilmiş oldu və faiz dərəcəsinin aşağı salınması bir mənada səhm bazarına müsbət təsir edir. Birinci nüans bu. Əmək bazarı ilə bağlı xəbərləri ala bilmirik. Amerikada hökumət bağlı olduğuna görə əmək bazarı ilə bağlı biz datalara çıxışımız yoxdur, amma son olaraq əmək bazarında işsizlik səviyyəsi 4,3% idi və bəzi mənbələrdə əslində yeni açılan iş yerlərinin sayının azalma tendensiyası var. Bunu hətta Fedin rəhbəri belə dedi ki, buna biraz da süni intellekt də təsir edir. Yəni əmək bazarı ilə bağlı xəbər tərəfində hələ ki qeyri-müəyyənlik var. Yəni dəqiq bilmirik nə olacaq. Əgər təbii ki əmək bazarının tərəfdə neqativ tendensiya olarsa və inflyasiya indiki səviyyədə qalarsa, federal ehtiyatlar biraz da faiz dərəcəsini aşağı çəkə bilər ki, bu da ümumi fonda baxdıqda səhm bazarına müsbət təsir. Amma bu o demək deyil ki, dərhal səhm ala bilərik və yaxud da Amerikan səhm bazarına daxil ola bilərik. İndi gəlin sektorlar üzrə diqqət yetirək dostlar. Sektorlar üzrə diqqət yetirsək, baxın, son yarım illiyə nəzər salsaq, son yarım illikdə Amerikan texnologiya şirkətləri, yəni sektor olaraq 40%-dən təxminən 40% belə deyək də dəyər qazanıb. Bu həddindən artıq çox böyük bir belə deyək də yüksəlişdir. Normalda məsələn keçən ilin dekabr ayında təxminən 48% bir yüksəliş var idi. Sonra biraz da yüksələndən sonra Trump gəldi və Trump dərhal belə deyək bu tarif məsələsini ortaya saldı. Böyük bir çöküş yaşanmış oldu. Yəni açıqcası texnologiya sektoruna bu səviyyədən daxil olmaq fərqi yoxdur. Bu sektor olaraq mən yanaşıram. Kifayət qədər risklidir. Çünki 40% yüksəliş həddindən artıq böyük bir artımdır yarım illikdə. Burada önəmli bir nüansa da belə deyək diqqətinizi çəkmək istəyirəm. Ümumiyyətlə Amerikan səhm bazarı son olaraq bilirsiniz ən böyük bu süni intellekt sahəsində olan şirkətlər, aparıcı qüvvəsi həmin şirkətlərdir. Xüsusilə Nvidia-dır. Nvidia ümumiyyətlə qlobal belə deyək də səviyyədə onun o süni intellekt sahəsindəki hesablama prosesorlarına tələb artır. Son olaraq Microsoft məsələn Iron-la müqavilə bağlamış oldu. Bu arada Iron bir data center belə deyək də təminatı verən bir şirkətdir. 9,7 milyardlıq müqavilə bağladı və həmin o müqavilə sayəsində Nvidia GB300 belə deyək də çiplərini təmin edəcək bu Iron-a və beləliklə Microsoft özünün belə deyək süni intellekt əsaslı cloud xidmətlərini genişləndirmiş olacaq. Əlavə olaraq Microsoft eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinə 60 min yeni belə deyək Nvidia son nəsil belə deyək də çiplərini çatdırmaqla bağlı müqavilə imzalayıb. Həmçinin Lambda Microsoftla belə deyək süni intellekt sahəsində əməkdaşlıqla bağlı müqavilə imzalayıb. Əlavə olaraq OpenAI və Amazon şirkəti Amazon Web Service çərçivəsində 38 milyard dollarlıq Nvidia ilə müqavilə bağlıdır ki, bunlar hamısı əslində Nvidia-nın səhmlərini yüksəldir. Bir də Lambda əlavə olaraq və bir də Pilot AI Nvidia ilə müqavilə bağlayıb ki, bütün əslində burada görünən nədir? Hal-hazırda süni intellekt sahəsində kifayət qədər bir altyapı qurulur əslində, bir baza formalaşdırılır. Məsələn, Iron-ın özü, deyəcəmişəm Iron-ı mən sizə burada göstərim. Iron-ın həmin Microsoft-la müqavilə bağlanmasından dolayı diqqət yetirin, Iron-da böyük bir yüksəliş olmuş oldu. Iron 63 dollardan səhmin qiyməti təxminən 75 dollara qədər yüksəlmiş oldu bir anda. Və Iron kifayət qədər bu sahədə artıq yəni data center təminatı baxımından kifayət qədər artıq oturmuş bir şirkətdir və diqqət etirsəniz artıq 2025-in iyun ayından bəri
49 dollarda olan bir şirkət, belə deyək, artıq belə deyək də 70 dollara qədər yüksəlmiş oldu. Böyük bir təxminən 5 ay içərisində, 5-6 ay içərisində böyük bir yüksəlişlə belə deyək də müşahidə olundu. Bunun başlı səbəbi odur ki, bu şirkətlər data centerlar verir və həmçinin yüksək effektivli olan belə deyək soyutma sistemləri olan və yenilənə bilən, yəni enerji mənbələrindən istifadə edən bir data centerları var. Eyni zamanda blockchain sahəsində olan bir şirkət idi, lakin bu data centerlara tələbin artması bir mənada belə deyək bu şirkətlərin də dəyərini artırmış oldu. Əslində mənim fikrimcə yatırım edəcəksə burada böyük bir fürsət var. Bu data center xidmətini verən şirkətlər. Hansı ki, təbii burada böyük bir xərc var. Çünki misal üçün siz ilk öncə data centerlər qurursunuz, ən müasir çipləri alırsınız. Misal üçün deyək ki, ən son model çiplər Nvidia-nın Graphic Processing Unit dediyimiz o çipləridir. Məsələn, Blackwell çipləri. Və bu çipləri aldınız, yerləşdirdiniz. Sabah tutaq ki, Nvidia yeni bir çip çıxararsa, o zaman siz rəqabətdən geri qalmamaq üçün o çipləri yenidən daxil etməlisiniz ki, təbii ki, bu da əlavə xərc tələb edir. Amma yaxın vədədə, yəni baxası olsaq, qısa vədədə baxası olsaq, əslində bu şirkətlərdə dediyim kimi böyük bir potensial var. Bunun kimi, Iron kimi data center təminatı verən şirkətlərdir. Xüsusilə məsələn Microsoftun Iron ilə müqavilə bağlanmasında da xüsusi bir nüans var. Məsələn Microsoft kimi bir şirkət özü də əslində o sistemi qura bilər, amma bir mənada Microsoft Iron-la bu məsələdə diversifikasiya etməyə çalışır ki, yəni ən azından orada xərc baxımından xərcin bir hissəsini belə deyək də outsourcing eləmiş kimi çıxır. Yəni həmin Iron-la çiplər üzrə müqavilə bağlayıb çipləri onlar yerləşdirir, amma sonunda belə deyək həmin o data center kimi Microsoft Iron-dan istifadə edir və öz süni intellekt əsaslı cloud xidmətlərini genişləndirmiş olur. Yəni bu baxımdan məsələ ən yaxşı fürsətlərdən birisi dediyim kimi, yəni hələ də burada fürsət olan bu data centerlardır ki, bunlara diqqət yetirə bilərsiniz, araşdıra bilərsiniz və belə deyək biz şirkətin maliyyə göstəriciləri nöqteyi nəzərindən də yanaşsaq, məsələn, Iron-ın maliyyə göstəriciləri də kifayət qədər sağlamdır. Baxın, son olaraq Iron-un belə deyək ki, market capitalization'ı 18-19 milyard dollara yaxındır və son olaraq şirkətin gəliri 168 milyon dollar olub ki, hələ bu başlanğıcdır təbii və profit marjını diqqət etirin, bu mənim üçün önəmli bir göstəricidir. Profit marjin, yəni şirkət 100 dollarlıq məhsul və ya xidmət satışından nə qədər mənfəət əldə edir? Əgər profit marjini nə qədər böyüksə, demək o şirkətin belə deyək də sürətlə böyümə potensialı var və 33%, hansı ki, kifayət qədər yaxşı bir göstəricidir. Düzdür, price to earning ratiosu həddən artıq belə deyək artıb 111-dir. Çünki price to earning ratio deməkdir ki, şirkətin səhəm başına düşən bir gəlirin 1 dollar artmasına bir mənada investor 111 dollar verməyə hazırdır. Hal-hazırki səhəm qiymətini nəzərə almaqla. Ya bu biraz yüksəkdir, amma dediyim kimi ön açıq şirkətdir və diqqət etirin bir illik performansda 556% dəyər qazanıb dostlar. 556%. Düzdür, mən bu şirkətə təəssüf ki almamışam, bu dalğanı gecikmişəm, amma ümumiyyətlə indi bu sektora baxıram ki, okey, bu data centerlarla baxımından o xidmət verən şirkətlərə biz belə deyək də bir fürsət kimi baxa bilərik. Okey dostlar, ümumi texnologiya ilə bağlı nüans belədir. Dediyim kimi, düzdür, Nvidia-nın çiplərinə tələb artırır, Microsoftun ümumiyyətlə belə deyək də süni intellekt hesablı o cloud sistemlərin genişlənməsi və s. onun orada xidmətin təmin olunmasına bağlı böyük bir fürsətlər var. O cümlədən Amazon da təbii ki bu sıradadır. Amazon da öz Amazon Web servisini belə deyək də Nvidia çipləri ilə süni intellekt əsaslı qrup onu da genişləndirmək istəyir ki, böyük bir fürsət var. Amma sektor baxımından yanaşı da dediyim kimi 40% yüksəliş şəxsən mənim öz investor strategiyama yanlışdır. Yəni bu sektorun bu qədər yüksəlməsindən dolayı mən hal-hazırda məsələn Nvidia, Microsoft və yaxud da həddən artıq yüksəlmiş şirkətlərə girməyə şəxsən belə deyək cürət etmirəm. Çünki mən çalışıram ki, asimetrik investisiya edim. Yəni önü açıq, məsələn 1-10, 1-in 10-a məsələ deyək ki, 1-2-10 qazanc hədəfi ilə ən azı və yaxud da 1-in 50-yə hədəfləmək. Amma hal-hazırda dediyim kimi biz texnoloji sektorundan yanaşsaq, Nvidia, Microsoft kifayət qədər artıq yüksəlişdədirlər. Baxmayaraq ki, təbii böyük bir fürsət var orada, amma dediyim kimi bir aşağı yönlü eniş ola bilər. Sonra dostlar
Communication servisdə də bu xüsusilə Google və Meta bu sektoru önə aparır. Bu sahədə də yüksəliş 27%dir. Bu sektor o qədər mənə maraqlı deyil açıqcası. Burada dediyim kimi əsas söz sahibi Google və Meta olduğuna görə bu sektorda həmin o şirkətlərdə rəqib çıxacaq, onlarla böyük bir gəlir gətirəcək hələ ki mən bir şirkət tapa bilməmişəm açıqcası. Consumer cyclical, bunlar daha çox belə deyək də iqtisadiyyatın böyüməsi ilə, gəlirin belə deyək də artması ilə böyüyən bir sektordur. Misal üçün deyək ki, lüks mallar olsun və yaxud da məsələn otellər olsun və yaxud da Amazonun özü olsun, məsəl üçün Tesla'nın özü müəyyən qədər bu sektora daxildir, misal avtomobil tərəfdən. Bu consumer cycle-da hələ ki qeyri-müəyyəndir. Yüksəlişə baxsaq mötədil səviyyədədir. Amma bir nüans var ki, burada əmək bazarında gələn neqativ tendensiya var isə bu sektor müəyyən mənada risk altında qala bilər. Çünki əhalinin gəlirləri, iş yerləri açılmırsa, yeni iş yerləri yoxdursa və yaxud da gəlirlərdə bir azalma varsa, bu baxımdan bu sektor kövrək bir sektordur. Industrial bu belə deyək də sənaye sektoru 16%dir. Burada da əslində hələ şimdi mən düşünürəm ki, bir potensial var bu baxımdan sənaye sektorunda və xüsusilə basic materials. Basic materials da belə deyək, bu əmtəə məhsulları olsun və s. Mining şirkətləri və s. onlara da baxmaq olar. Çünki ümumiyyətlə qlobal inflyasiyadan dolayı buradakı şirkətlərin də məhsullarının qiyməti deyək ki, mis, əlvan metallar və s. və yaxud da nadir metallar olsun, həmin sektorda olan şirkətlərin bir mənada gəlirləri arta bilər ki, bu sektora da baxmaq olar basic materials. Amma önəmli olan nüans odur ki, basic materialsda böyük bir möcüzə gözləmək olmur da. Onlar birdən-birə sürətli böyümür. Sürətli böyümü üçün ən ideal şirkət sektor, daha doğrusu texnologiya sektorudur. Ona görə də böyük əksəriyyət oradadır. Utilities də belə deyək, utilities bu faiz dərəcəsi, Fedin faiz dərəcəsindən asılı olan bir sektordur. Yəni həmin şirkətlər böyük belə deyək də borcları olan bir şirkətdir və federal ehtiyatlar faizləri aşağı salacaqsa, hə, orada müəyyən bir artım ola bilər. Faizlər yüksək qaldıqca bu utility şirkətlər də bir mənada artım tempi zəif olan sektordur. Enerjiyə baxmaq olar dostlar. Enerji xüsusilə çox maraqlıdır. İndi düzdür, enerji daha çox neft, qaz nəzərdə tutulur. Neftin qiymətindən asılı olaraq. Hələ ki neftin qiyməti ilə bağlı proqnozlar orta səviyyədədir. Yəni böyük bir belə deyək də dəyişiklik gözlənilmir. Amma burada ən önəmli faktor mənim üçün nədir? Bilirsiniz ki, bu süni intellekt sektorunda kifayət qədər enerji təminatı məsələsi var ki, bunu da əslində belə deyək də hal-hazırki enerji mənbələri ilə istifadə edərsə, həmin xüsusilə Amerikada həmin o data centerlər və s. bu kifayət qədər təxminən Amerikada istehsal olunan, Amerikada son olaraq bir araşdırmaya baxmışdım. Təxminən Amerikada istehsal olunan elektrik enerjisinin 12%-ni belə deyək də həmin o hələ indi mövcud olan data centerların belə deyək də istehlak etməsi məsələsi var ki, bu da böyük bir pay deməkdir. Bu baxımda məsələn enerji sektorunda əslində nüvə enerji və s. sektorlara baxmaq lazımdır. Çünki bu sahədə bəzi şirkətlər, xüsusilə hətta Meta və s. mini nüvə reaktorlarını və s. yatırım etmək istəyirlər. Yəni buna baxmaq olar enerji sektorundakı yeni enerji mənbələrinə yatırım varmı və yaxud da ki, oradakı tendensiyalar nə olacaq? Amma ümumi fonda baxdıqda bəli, enerjiyə tələb artacaq kimi görsənir. Bu xüsusilə süni intellekt sektorundan dolayı. Sonra dostlar, financials bank sektorudur. Bank sektoru təbii ki, burada da artıq belə deyək, faiz dərəcəsinə bağlıdır. Əgər faiz dərəcəsi aşağı düşərsə, bir mənada bankların çıxış imkanları artmış olur, onun kreditləşmə və oradan da gəlir payları artmış olur ki, bu baxımdan bu da əslində Fedin faiz dərəcəsi ilə bağlı olan bir sektordur. Healthcare dostlar, healthcare əslində çox diblərdədir. Düzdür, bu sektor özlüyündə problemli bir sektordur. Səbəbi nədir? Çünki böyük bir kapital tələb edir. Məsələn, siz hər hansı bir dərman və yaxud da bir şey üzərində araşdırma aparırsınız. Amma bu çox böyük bir belə deyək də maliyyə sayəsində başa gəlir və sonunda da bəlkə də uğursuz olur həmin araşdırma və ya məsəl üçün deyək ki, Amerikanın Food and Drug Komitəsindən keçmir, onu belə deyək də lisenziya ala bilmirsiniz və yaxud da ümumiyyətlə araşdırmanız nəticəsiz qalır. Bu baxımdan healthcare hələ ki diblərdədir. Amma misal siz orada belə deyək, xüsusilə biotexnologiya və yaxud da ki, süni intellektin bu sahəyə tətbiq olunması, gələcəkdə kvant kompüterlərin, kvant hesablamaların bu sektora belə deyək, tətbiq edilməsi bir mənada bu sektorda böyük bir sıçrayış əldə edə bilər. Çünki burada önəmli olan sürət məsələsidir. Məsələn, siz bir dərman
üzərinə araşdırma aparırsınız və o bəlkə də 1 il, 2 il, 5 il ala bilər, amma süni intellektin tətbiq edilməsi və yaxud da indi kvant hesablamaların təqdim edilməsi, bəlkə də o simulyasiyaları, o hesablamaları çox qısa müddətə belə deyək də, qısa müddətə başa gələ bilər həmin o araşdırmalar və bu da bir mənada bu sektorda böyük bir sıçrayışa nədən ola bilər. Bu baxımdan məsələn healthcare-yə baxarkən biotek şirkətlərinə baxa bilərsiniz və yaxud da ki, innovativ yanaşmalar təqdim edən şirkətlərə baxa bilərsiniz. Amma dediyim kimi bu sektor ümumi baxdıqda biraz ağır gedən bir sektordur. Sonra real estate. Real estate ümumiyyətlə faizlərin yüksək olmasından dolayı diblərdədir dostlar. Amma faiz dərəcəsinin aşağı düşməsi bu sektorda olan gəlirliyi artıra bilər. Bir də faizlərin aşağı düşməsi ümumiyyətlə belə deyək, inflation hedge kimi, yəni zənginlər belə deyək, daşınmaz əmlaka yatırım edirlər. Bu baxımdan əgər Amerikada Fed faizlər aşağı salarsa ki, 2 dəfə salıb və bunun aşağı düşmə ehtimalı varsa, bu sektorda da müəyyən artım ola bilər ki, burada da baxmaq olar. Sonda olaraq dostlar, consumer defensive sektordur. Consumer defensive ümumiyyətlə belə deyək, bu istehlak belə deyək də məhsullar üzrə olan şirkətdir, içkilər, nə bilim ərzaq və sair belə gündəlik tələbatlar olan belə deyək də o məhsulları təqdim edən şirkətlər. Məsələn, ən məşhur o sektorda olan Coca-Cola və PepsiCo məsələn bu şirkətləri göstərmək olar ki, bunlar əslində iqtisadi böyümə olan, yəni böyük bir səhm bazar sürətlə yüksələndə hər zaman bu sektor biraz geridə qalır. Çünki bu sektordan bu sektorun artım tempi zəifdir. Yəni misal siz hər hansı bir gündəlik ərzaq məhsulu alırsınızsa, iqtisadiyyat böyüsə də, böyüməsə də o ərzaq məhsulunu aşağı-yuxarı alırsınız. Yəni burada hər hansı bir innovativ bir şey gözlənilmir ki, orada böyük bir kapital axını olsun və sürətli böyümə olsun. Bu baxımdan bu daha stabildir. Amma iqtisadi dediyim kimi artım olanda daha çox insanlar risk iştahı daha yüksək olan sektorlara ki, onun da başında təbii ki, texnologiya sektoru bura yatırım edirlər. Hər hansı bir təlatüm və sair olanda iqtisadiyyatda, yatırımlarına bir mənada bir qrup və bir belə deyək də bəzi insanlar consumer defensive keçirir ki, burada artıq bir mənada protektiv yanaşırlar ki, mən bu sektordan məsələ bir səhm alsam o daha böyük bir artım gözləməyə bilərsiniz, amma qoruyucu əhəmiyyəti var. Bu baxımdan consumer defensive-də də ümumi təsvir bu formatdadır. Belə dostlar, ümumi olaraq dediyim kimi, indi sektorları nəzər yetirəndə dediyim kimi, hansı sektora yatırım edək, hansı səhmi alaq fikrinə gələndə açıqcası burada kifayət qədər suallar var. Çünki texnologiya bu qədər yüksəlibsə, bu nöqtədən bazara daxil olmaq biraz riskli ola bilər. Amma o sektorun içərisində, texnologiyanın içərisində dediyim kimi, Iron kimi ucuz şirkətlər taparıqsa, bura yatırım etmək böyük bir, belə deyək, fürsət ola bilər. Məsələn, Iron-u siz təsəvvür getirin ki, 9-10 dollarda ala bilsəydik, böyük bir gəlir gözləyə bilərdik. Belə dostlar, Amerikan səhm bazarı ilə bağlı son belə deyək update-lər belədir, xəbərlər belədir. Ümid edirəm faydalı olmuşdur. Sağ olun.